izləyicilər, bugün Ramiz Mahmudov Fərhadoğlu'nun doğum günüdür. Ramiz Mahmudov kimdir? Ramiz Mahmudov Qazax rayonunun tanınmış və görkəmli ziyalılarındandır. Uzun illər hüquq orqanlarında müxtəlif vəzifələrdə çalışaraq təcrübəli və peşəkar hüquqşünasdır. Qeyd edək ki, cənab Mahmudov hüquq orqanlarında çalışdığı dövrlərdə hər zaman çalışıb ki, ədalətli şəkildə qanuna müvafiq qaydada öz münasibətini bildirərək çalışsın. İndi isə hal-hazırda təqaüddə olmağına baxmayaraq, Ramiz Mahmudov Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Qərb Regional İdarəsinin hüquq şöbəsinin rəisi vəzifəsində çalışır. Onu da qeyd edək ki, Respublikada nə qədər Ramiz müəllimin timsalında peşəkar və təcrübəli hüquqşünaslar təqaüddə olsalar da, yenə də dövlətimizin xalqımızın təcrübəli hüquqşünaslarına ehtiyacı vardır. Sözü gedən Ramiz müəllim digər sahədə hüquq peşəsini yenə də şərəflə, qürurla çalışır. Əlbəttə ki, bizlər üçün də xoş təəssürat bəxş edir ki, rayonumuzun Ramiz müəllim kimi ağsaqqal ziyalısı var. Bizlər də təbrikə qoşularaq Ramiz müəllimi doğum günü münasibəti ilə təbrik edib hər zaman Allahdan uzun ömür, möhkəm can sağlığı diləyirik. O gün olsun ki, Ramiz müəllim 100 yaşını qeyd etsin.